Siz mənə videolar göndərirsiniz ki, Afət xanım, Vəfa deyir ki, Afət Fərman qızı fikirlərini Vəfa Zeynallı haqqında bildirib. Allah nələr eşitdik. Və dostlar, mən buradan bildirirəm, bəyan edirəm ki, mənə şər böhtan atırsa, qancığın qarnından çıxıb, ölüsü qəbirdə itlə yatıb. Dostlar, mən Vəfa Zeynallı haqqında yox, mən Vəfa Zamanlı haqqında 20 illik dəyərli müğənni dostum. Bunu mən dünən canlımda da bildirdim, keçən dəfə verilişlərimdə də bildirdim, aidiyyatı qurumlara da yazıb göndərmişəm ki, 20 illik rəfiqəm haqqında fikir bildirmişəm. Belə ki, qulaq asın, biləcəksiniz. Mən veriliş aparan zaman Vəfa Zamanlı mənim canlıma qonaq gəldi, smaylik atdı və mən onu birinci tanıya bilmədim. Bilmədim estetikdir, yoxsa photoshoplu şəkil. Ondan sonra mən estetik əməliyyatların əleyhinə bir fikir bildirdim ki, nəyə lazımdır Azərbaycan xanımları, özü gözəldir filan. Və mən o rəfiqəm, ərkim çatan Vəfa Zamanlı haqqında yəni bildirdim ki, özün gözəl xanımsan, hər yaşın öz gözəlliyi var. Sən oxuyanda biz yox idik belə. Estetik əməliyyata da irad bildirdim. Bu Şərifova Vəfa götürər mənim bu danışığımın bu hissəsini qayd eləyər və məni bununla, bu estetik əməliyyatla bağlı aparar Tovuz rayon məhkəməsinə şikayət eləyər ki, Afət mənə irad bildirib. Məhkəmə də bunu icraata götürür. Ondan sonra dostlar, burada nə Vəfa Şərifova adı çəkilməyib, nə Şərifova Vəfa filankəs qızı adı çəkilməyib. Bununla bağlı ayrıca bir şikayət eləyəcəm məhkəmə hüquq şurasına, ali məhkəmənin sədrinə və sonra çıxır Vəfa efirdə deyir ki, Afət toyda mənə dedi ki, Moskvada toyda ki, mən o şeyləri sənə deyərəmsə qələt eləyərəm. Bəs məhkəmə gedə-gedə mən heç o cürət eləyərəmmi? Vəfa iyunun 2-si 24-cü ildə məhkəmə var idi. Niyə yalan danışırsan? Növbəti yalanda belə ifşa elədim. Sən məni oktyabr ayında məhkəməyə vermirsən, amma məhkəməmi toy iyun ayında olub. Yəni məhkəmə toydan 4-5 ay sonra olub Vəfa. Ona görə də mən toyda məhkəmə adı çəkə bilməzdim. Bir yalanın da burada belə ifşa olundu. Sonra bayaqdan narahat çoxlu videolar çəkirsək. Dostlar, Afət o mövzularda məni nəzərdə tutmur. Vəfa, sən narahat olma. Xalq gözəl bilir kim nəzərdə tutulur. Dostlar, hərdən yazırsınız, bu bicbala nə deməkdir? Bicbalanın tərifini deyim. Bicbalanın tərifini deyirəm. Ata evində, evli kişidən pul müqabilində doğulan uşaqlar bicbala adlanır və bu bicbalaları bugün dəyərli bizim aktyorumuz Şeyx Əbdül də ictimaiyyətdə böyük bir tənqidi mövzu ilə çıxış edərək müraciət etdi ki, bunların öz adı var, bicbalalar. Mən indi onu hekayədə paylaşmışam, girin oxuyun. Şeyx Əbdülün fikirlərini oxuyun, görün necə dəyərli fikirlərdir dostlar.